Ermənistanın baş naziri Nikol Paşinyan parlamentə düşən revanşistlərin müharibə istədiklərini deyib. Erməni baş nazir müxalifətin sülh müqaviləsini şübhə altına aldığını bildirib. O, Qarabağdakı keçmiş separatçıların qondarma bayrağının parlamentə gətirilməsini xatırladıb. Qeyd edək ki, indi parlamentə gələn fraksiya yenidən eyni bayraqları masasına qoyacaqmı? Təhlükəsizlik tədbirlərinin yaranması buradan başlayır. Çünki məlum olur ki, Ermənistan parlamentində sülh müqaviləsinin arxitekturasını qəbul etməyən qüvvə var. Bu, birbaşa təhdiddir və reaksiyalar yaradır. Biz səbəb-nəticə əlaqələrini görməli və bununla üzləşməliyik, o deyib. Paşinyan bildirib ki, Ermənistanın 70 mindən çox vətəndaşı sülh gündəliyinə sadiqliyini təsdiq etdi. Onun sözlərinə görə Ermənistan özünü qorumaq üçün rıçaqlar tapmalıdır. Çünki casus şəbəkəsi ilə üz-üzə qalıb. Onlar de yure və de facto casus şəbəkəsidir. Dövlət arxayınlaşmamalıdır. Onlar spesifik yollarla məhv edilməli, əks halda münaqişəni canlandırmaq, yenidən müharibə yaratmaq üçün hər şeyi edəcəklər. Biz vəziyyətə nəzarət edirik, lakin xalqımız da bundan xəbərdar olmalıdır. Hazırda əsas sual belədir. Bu qüvvələr Qarabağ hərəkatını davam etdirəcəklər ya yox? Parlamentə gələn qüvvə seçki qabağı dövrdə deyirdi ki, 29.743 kvadrat kilometr ərazi ilə kifayətlənməməliyik. Əslində bu, artıq qonşulara müharibə elan etməkdir. Bu, qonşu ölkələrin bizə qarşı birləşməsi riskini yaradır. Ermənistan dövləti buna reaksiya verməlidir. Əks halda bizə deyəcəklər ki, siz bu bəyanatla razısınız. Paşinyan qeyd edib. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.